Salam əziz müəllim və abituriyentlər. Bu gün tarix toplusu 2025-dən Qədim Çin və Böyük Hun dövləti testlərinin izahına baxacağıq. Vaxt itirmədən ilk sualdan başlayaq. Siz də zəhmət olmasa kanala abunə olub videonu bəyənin və fikirlərinizi şərh hissəsində qeyd edin. Deməli, birinci sual. Mərkəzi Asiyada yaranmış ilk Hun dövləti Böyük Hun dövlətidir. Yaradan əvvəl 221-ci il. Qədim Çinin dövlət quruluşu mütləq monarxiya 2A variantı. Kağızın ilk dəfə hazırlandığı qədim ölkə Çin B variantı. 4. Pinçen müqaviləsinə görə Hunlara xərac ödəməyə öhdəsinə götürən dövlətin ərazisini xəritə üzərinə müəyyən edin. Pinçen sülh müqaviləsi eradan əvvəl 200-cü ildə Çin ilə Hunlar arasında imzalanır və Çin Hunlara xərac ödəyəcəkdir. Çin isə bu ərazidir. 1 B variantı. Qədim Misir 5-ci sual. Qədim Misir və Çin xanlıqlarının mədəniyyəti üçün oxşar cəhət. Həm Çin, həm də Misir xalqı. Təqvimin yaradılması 5-də deməli təqvim Misirdə yaradılıb, amma Çində yaradılmayıb. Zikuratların inşası Şumerlərə aiddir. Günəş saatının ixtirası Misirə aiddir. İlk dəfə kağız istehsalı Çində, kompas yaradılması Çindir. 5-də. Ortaq cəhət onda təqvim. Çində də fərqli təqvim yaradılmışdı Misirdəkindən. Çünki zikurat Şumerdir, günəş saatı Misir, Çin. A variantıdır. Burada cavab 6. Sarısarıqlar üsyanı nəticəsi. Sarısarıqlar üsyanı və ondan əvvəl baş vermiş qırmızı qaşıqlar üsyanı xan sülaləsinə qarşı idi və xan sülaləsinin və quldarlıq quruluşunun deməli zərər görməsi ilə və dağılması nəticələndi. 6B variantı. 7. Qədim Çində vuruşan padşahlıqlar dövrünün başa çatdığı əsrdə. Qədim Çində vuruşan padşahlıqlar dövrü eradan əvvəl 4-3-cü əsrləri əhatə edir və 3-cü əsrdə başa çatıb və Böyük Hun dövlətinin yaranması eradan əvvəl 220-ci ildir. A variantı. 8. Böyük İpək yoluna aid deyil. Xuanxe və Yansızı çaylarını birləşdirmək məqsədilə yaradılması, xeyr, ticarət məqsədi ilə istifadə edilib. Yəni 8-də bizə aid olmayanı istəyir. A variantı yanlış olması da doğrudur. Çünki Xuanxe və Yansızı çaylarını birləşdirmək məqsədilə yaradılmayıb. Yəni A-dır variantımız. Digərlərinə də baxaq. Xan sülaləsinin hakimiyyəti dövründə fəaliyyətə başlaması. Bəli, eradan əvvəl 2-ci əsr. Bu yolun əsas istiqamətlərindən birinin Azərbaycan ərazisindən keçməsi. Bəli, Azərbaycandan keçib Avropaya gedirdi. Çin qoşunlarının bu yollarla qarətçi yürüşlər təşkil etməsi. Bəli, qarətçi yürüşlər də təşkil olunub. 9-cu sual. Deyir ki, Böyük İpək yoluna aid deyil. Ticarət məqsədi ilə istifadə edilib, aiddir. Çindən Şimali Afrikaya və İspaniyaya qədər uzanılması doğrudur. Sun sülaləsi tərəfindən salınması yanlışdır. Burada da dedik ki, Xan sülaləsi tərəfindən eradan əvvəl 2-ci əsrdə salınıb. C variantı. 10-cu suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Bu da Eyler-Venn diaqramıdır. Deməli, Hunlara qarşı mübarizənin aparılması. Həm Çin, həm Xan sülaləsi aparıb. 3-ə A gedəcək. Bir də bunları saxlayırıq. B, C yeni saxlayırıq. İlk dəfə Çinin vahid dövlətdə birləşdirilməsi Çindir. 1-ə B gedəcək. Bu da var. Çindən gələn ticarət yolunun dünya ticarət yollarına qoşulması Xan sülaləsinə aiddir. Deməli, Y qaldı yerdə. Çində dəmir yamanının başlanması eradan əvvəl 6-cı əsrdə heç birinə aid deyil. Qırmızı qaşlar da Xan sülaləsinə qarşı çevrilib. Xana gedəcək Y. 11. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Qədim Misir və Qədim Çini müqayisə edəcəyik burada. Deməli, heroqlif yazı sisteminin mövzuluğu həm Çində, həm də Misirdə olub. Ona A ortağa gedir. Günəş və su saatlarının ixtirası Misirdir, 1-ə B. Betonun ixtirası Romadır. Kağızın ixtirası Çindir. Riyaziyyatın onluq hesablama sisteminin yaradılması isə Misirdə olacaq. B variantı. Eyler-Venn diaqramıdır burada da. Qədim Misir və Qədim Çinin fərqli oxşar cəhətlərini müqayisə edəcəyik. Təqvimdən istifadə edilməsi hər ikisi üçün ortaq cəhətdir. İlk kompasın icadı Çindir. 0 rəqəminin ilk dəfə tətbiqi Hindistandır, bura aid deyil. Ulduzların xəritəsinin çəkilməsi Qədim Misirdir. Konfutsi təlimi isə Qədim Çindir. 1-ə D gedir, Qədim Misirə. 2-yə B-yə, 3-ə A, düzgün variant B variantı. 13. Quldarlıq quruluşuna zərbə vuruldu. Xan sülaləsi zəiflədi. Yəqin ki, sarı-sarıqlar üsyanı olacaq. D variantı. 14. Teoman Tanhu və Mehter xaqanın fəaliyyətinə aid oxşarlıqlar. Böyük İpək yolu uğrunda mübarizə aparmaları. Teoman Tanhu aparmayıb.
2. Eradan əvvəl 2-ci əsrdə Hun dövlətini idarə etmələri Mehdə xana aiddir, Teymana aid deyil. Monqol və Tibet tayfalarının tabe edilməsi də Mehdə xana aiddir. Çinə yürüş etmələri yalnız 4, 14-də C variantı. 15. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edəcəyik. Manna, qədim Çin, qədim Misirin fərqli oxşar cəhətləri burada müqayisə olunub. Dirilik ağacına etiqadın edilməsi deməli Manna dövlətinə aid olacaq. Təqvimin yaradılması Mannada təqvim yox idi bildiyim qədərilə. Ona görə 5-ə B-ni götürək. Bir dəqiqə. BC-dir doğru variant. Arasından indi dəqiqləşdirəcəyik. Kompasın ixtirası Çindir. Hieroqlif yazıdan istifadə edilməsi hər biri üçün ortaq cəhətdir. Onluq say sistemi isə Misirə aid olur. Ona görə B variantı. Qədim Çində Sin sülaləsinin hakimiyyətdə olduğu əsrdə. Yəni qədim Çində Sin sülaləsi eradan əvvəl 3-cü əsrdə, yəni eradan əvvəl 321-ci ildə hakimiyyətə gəlir və eradan əvvəl 306-cı ildə, yəni 3-cü əsrdə də hakimiyyəti sona çatır. Böyük Hun dövləti Teoman Tao tərəfindən idarə edilirdi. Bəli. Çinin şimal ərazilərini işğal etmişdi. Çinin şimal ərazilərinin işğalı eradan əvvəl 200-cü il Pinsə müqaviləsi ilə təsdiqlənir və artıq Xan sülaləsi hakimiyyətdə idi, Çin deyil. Amma əsri soruşur da bu bizə eradan əvvəl 3-cü əsr. Ona görə götürə bilərik. İndi onu dəqiqləşdirərik. Ötkən şəhəri paytaxt idi. Böyük Hun dövlətinin paytaxtı əvvəldən axıra qədər ötkən olub. Birə, yəni əgər Sin sülaləsinin hakimiyyətdə olduğu əsri yox, sırf illəri götürsək, birə Asiya gedəcək. 2. Qədim Hindistan. Makedoniyalıların hücumuna məruz qaldı. Eradan əvvəl 4-də məruz qalıb, götürmürük. Ərazisində Arya tayfaları məskunlaşmağa başladı. Bu isə eradan əvvəl 2-ci minillik idi. Qalır yalnız C. Maurya sülaləsi ölkə ərazisində vahid dövlətlə birləşdirdi. Bəli, eradan əvvəl 3-cü əsrdə Aşokanın başçılığı ilə Hindistanda vahid dövlət yaradıldı. Ona görə 1-ə 2-yə C götürürük. D və Y variantı qalır, digərləri çıxır. Deməli, Hun dövlətinə ötkənin paytaxt olması daxildir. Bir də A və B arasında seçim eləməliyik. Teoman Tao tərəfindən idarə edilməsi, yoxsa Çinin şimal ərazilərinin işğalı. Çinin şimal əraziləri əslində tam olaraq işğal edilmədi, asılı vəziyyətə salındı. Və bu dövrdə Çində Xan sülaləsi hakimiyyətdə idi, Sin yox. Ona görə Y variantını götürürük 16-da. 17. Böyük Hun dövlətinin 2 hissəyə parçalandığı əsr, yəni eradan əvvəl 1-ci əsr. Qədim Hindistan. Maurya sülaləsi hakimiyyətdə idi. Maurya sülaləsi eradan əvvəl 180-ci ildə hakimiyyətdən gedir, götürmürük. Əhəmənilərlə birgə Makedoniyanın işğalsız siyasətinə qarşı mübarizə gedirdi. Artıq eradan əvvəl 1-ci əsrdə nə Əhəmənilər qalmışdı, nə Makedoniya, hər ikisi süqut edilmişdi. Daşdan yanılmış darvaza inşa edilməsi bəli, eradan əvvəl 1-ci əsrdir. 1-ə C. Qədim Çində Xan sülaləsi hakimiyyətdə idi. Bəli, bizim eranın 3-cü əsrinə qədər hakimiyyətdə olacaq Xan sülaləsi. Götürürük. Böyük İpək yolu fəaliyyətə başladı. Xeyr, eradan əvvəl 2-ci əsrdə fəaliyyətə başlayıb. Artıq eradan əvvəl 1-də fəaliyyətdə idi. Qırmızı qaşlar üsyanı baş verdi 184-cü ildə. Bu isə 2-ci əsr eləyir. Ona görə də 1 olacaq C, 2 olacaq A, Y variantı. Qədim Çinlilər eradan əvvəl 3-cü əsrdən fərqli olaraq eradan əvvəl 2-ci əsrdə dünya ticarət yollarına çıxış əldə etdilər. İpək yolunun yaradılmasıyla. 1-ə A. Hunların hücumlarına məruz qaldılar. Bu hər iki əsrdə olub. Ona görə götürülmürük ona görə. Vahid ölçü çəki sistemindən istifadə edirdilər. Eradan əvvəl 3-cü əsrdən tətbiq olunub deyənə B və C-ni də götürmürük. A-nı götürürük 1-ə. Eradan əvvəl 1-ci əsrdə dəmir yamanla başladılar. Çinlilər eradan əvvəl 6-cı əsrdə dəmir yamanla başlayıblar. İpək yolu üzərində nəzarəti Böyük Hun dövlətinə verməyə məcbur oldular. Bunu saxlayaq. Hunların paytaxtını işğal etdilər. Bəli. Deməli 1-ə A gedəcək, 2-yə C gedəcək, 18-də A variantı. 19. Çində Xan sülaləsinin hakimiyyəti dövrü üçün səciyyəvi idi. Elə görən kimi bilirik, sarı-sarıqlar və qırmızı qaşlar üsyanı Xan sülaləsi dövründə baş verir. Ümumiyyətlə Sinə qarşı üsyan baş verməyib, Sin sülaləsinə qarşı. Çində Sin imperiyasının hakimiyyəti dövrü üçün səciyyəvi idi. Qul əməyinin ləğv edilməsi deyilən bir şey olmayıb. Dəmir yamanla başlanılması eradan əvvəl 6-cı əsrdir. Vahid dövlət yox idi.
Böyük İpək yolunun salınması Xan sülaləsidir, eradan əvvəl 2-ci əsr. Çin əhalisinin vahid xalqa çevrilməsi də Xan sülaləsinin hakimiyyət dövrüdür. İnzibati islahatların keçirilməsi, bəli. İnzibati islahatlar keçirildi. Çin 36 vilayətə bölündü və deməli vahid ölçü çəki sistemi tətbiq edildi. 21. Qırmızıqaşlılar və sarısaqlar üsyanına toxşaldı. Xərqçı Xan sülaləsinin hakimiyyəti dövründə baş verməsi, C variantı. Qədim Çində Sun sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət. Baxaq variantlara. Bütün ölkə ərazisinin vahid dövlətdə birləşdirilməsi, bəli, ilk dəfə Çin tərəfindən eradan əvvəl 225-ci ildə icra olunur. C variantı. Qədim Çində Xan sülaləsinin hakimiyyət dövrünə aid olan xüsusiyyət. Ölkə ticarət yollarının dünya ticarət yollarının sisteminə qoşulması, D variantı. Yəni İpək yolunun bərpası, belə deyək də, yaradılmasıyla. 24. Uyğunluq pozulmuşdur deyir. A variantı. Böyük Hun dövlətində hökmdar adlanırdı Tanhu. Bəli, doğrudur. B variantı. Çinin şimal hissəsi Hunların hakimiyyəti altına keçdi Mete Xaqanın dövründə. Bəli, doğrudur bu da. Böyük Hun dövləti yaranmışdır Mərkəzi Asiyada. Bu da doğrudur. Hun hücumlarının qarşısını alma məqsədilə inşa edilməyə başlandı Böyük Çin səddi. Bu da doğrudur. Çinlilərlə Hunlar arasında münaqişə səbəb oldu Böyük Çin səddinin inşa edilməsi. Bu yanlışdır. Burada uyğunluq pozulub, B variantı. Çünki Böyük Çin səddinin inşa olunmasında məqsəd Hunların yürüşlərinin qarşısını almaq idi. Bir növ Hunlara qarşı sədd çəkirdilər. Bundan sonra da münaqişələr davam edir öz tempi ilə. Uyğunluq pozulduğu bəndi istəyir. Böyük İpək yolunun salınmasına başlanmışdı Xan sülaləsinin dövründə. Doğrudur. Çində sarısaqlar üsyanı baş vermişdi Sin Şuxan dövründə. Bu yanlışdır. Sin Şuxan Sin sülaləsinin nümayəndəsidir və Xanın sülaləsinə qarşı olmuşdu sarısaqlar üsyanı. Ona görə B-də uyğunluq pozulub. 26. Çində qırmızı qaşlılar üsyanının baş verdiyi əsrə uyğun gəlir. Qırmızı qaşlılar üsyanı eramızın 1-ci əsrində baş verib. Eramızın 1-ci əsrində alanlar Albaniyaya yürüyüş edib. 72-74-cü illərdə B variantını götürürük. Yəni gözücü baxarkən belə variantı, yəni düzgünü tapmaq olur. Yəni o qədər çətin deyil. Hətta mən deyərdim, çox asandır. Yəni siz də çətinlik çəkmədən işləyə bilərsiniz testləri. 27. Qırmızıqaşlılar üsyanının baş verdiyi əsrə uyğun gəlir. Qırmızıqaşlılar üsyanı 2-ci əsrdə baş verib və bu zaman Roma imperatoru Adrianla Alban hökmdarları arasında dostluq münasibətləri yaranmışdı. Bu da Y variantı. Eller-Venn diaqramında Sin və Xan sülaləsinin fərqli oxşar cəhətlərini müqayisə edəcəyik. 28-də. Deməli, Çin əhalisinin vahid xalqa çevrilməsi deməli Xan sülaləsinə aiddir. Çinin də ilk dəfə vahid dövlətin yaradılması Sin sülaləsinə aiddir. Erkən orta əsrlərdə hakimiyyətdə olmaları ümumiyyətlə heç birinə aid deyil. Makedoniyalı İskəndərin yürüşünə məruz qalması da aid deyil heç birinə. Çünki Makedoniyalı İskəndər eradan əvvəl 4-cü əsrdə yaşayıb. Sin və Xan sülalələri isə eradan əvvəl 3-cü əsrdə hakimiyyətə gəliblər. Hunlar ilə toqquşmaları isə ortaq cəhətdir. Düzgün cavab C variantı. 29. Eller-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Burada da fərqli oxşar cəhətlərdir. Müqayisə eləyəcəyik. Çinlə mübarizə aparılması oxşardır. Monqol və Tibet tayfalarının tabe edilməsi Teoman Tanhuya aiddir. Dövlətin əsasının qoyulması Teoman Tanhuya aiddir. Pinçin müqaviləsi Mete Xaqana aiddir. Dövlətin iki hissəyə parçalanması isə bunlardan heç birinə aid deyil. Çiçinin dövründə baş verir. Ona görə uyğunlaşdırılır. 1-ə B-D, 2-yə C, 3-ə D variantı. Burada Mete Xaqanla Teoman Tanhunun fərqli oxşar cəhətləridir. Dövlət sərhədlərinin genişləndirilməsi. Hər ikisi müəyyən qədər genişləndirsə də Mete Xaqan daha çox fəaliyyət göstərmişdi. Amma biz yenə oxşar cəhət olaraq götürərək. Fərqlilik olsa Meteyə aid eləyərik. Xan sülaləsinin idarə etdiyi Çin dövləti ilə mübarizə aparması Mete xan aparıb. Mərkəzi Asiyada ilk türk dövlətinin əsasını qoyub Teoman Tanhu. Eradan əvvəl 2-ci əsrdə dövləti idarə etməsi, eradan əvvəl 174-ə qədər hakimiyyətdə olduğu üçün Mete xan, Xaqan və Hindistanı vahid dövlətə birləşdirməsi isə Aşokaya aiddir. Bura aid deyil. Ona görə 30-da düzgün cavab D variantı. Çində Xan sülaləsinin hakimiyyəti dövrünə aiddir deyir. Keçdik açıq suallara. Böyük Hun dövləti ilə sülh müqaviləsinin imzalanması Xan sülaləsi və eradan əvvəl 200-cü ildə bir aiddir. Böyük Çin səddinin inşası Sin sülaləsidir. Hunlar üzərinə yürüşlərin edilməsi bəli doğrudur 1-3.
Çinin ilk dəfə vahid dövlətdə birləşdirilməsi aid deyil. Eradan əvvəl 3-cü əsrin əvvəllərində süqutu aid deyil. Xan sülaləsi bizim eramızın 3-cü əsrinə qədər davam edəcək. Vyetnamın bəzi vilayətlərinin və Koreyanın işğalı. 1-3-6 düzgün cavabdır. 32. Qədim Manna və Çinin tarixlərinə oxşar cəhət. Hər ikisi heroqlif yazıdan istifadə edib və təsərrüfatda qol əməyindən istifadə edib. 1-3. Hunların hücumuna yalnız Çin məruz qalıb və eradan əvvəl 3-cü əsrdə vahid dövlət halında birləşdirilməsi isə yalnız Çinə aiddir. 33. Qədim Çin və Şumerlər tarixinə oxşarlıq. Quldarlıq istehsal üsulunun mövcud olması, zikkuratların tikilməsi, yazı sisteminin mövcud olması. 1-2-3 yəqin ki doğru olacaq. Eradan əvvəl 3-cü əsrdə iç dövlətin yaranması Çinə aid deyil, Şumerə aid deyil. Əhalinin əkinçiliklə məşğul olması. Deməli, bir dəqiqə mən burada zikkuratlarda yanlış yol verdim, üzr istəyirəm. Zikkuratlar Şumerə aiddir. 1, 3, 5 olacaq. 33-də düzgün variant. 34. Eradan əvvəl 1-ci minilliyə aid olması. Böyük Çin səthinin inşa edilməsi eradan əvvəl 214 aiddir. Mərkəzi Asiyada üç türk dövlətinin yaradılması eradan əvvəl 220-ci il aiddir. 1-2. Lullubi dövlət qurumunun süqutu eradan əvvəl 3-cü minilliyin sonları, qədim Misirdə miqyasının meydana gəlməsi isə eradan əvvəl təqribən 3-cü minilliyi əhatə edir. 35. Qədim Çin tarixinə aid deyil. Kəndlilər və qulların üsyanlarının baş verməsi. Qədim Çində baş verir. Məsələn, sarı-sarıqlar və qırmızı qaşlar üsyanı. Vuruşan padişahlıqlar dövrü də aiddir. Roman qoşunlarının hücumuna məruz qalması rast gəlmirik. Ari tayfalarının hücumlarının qarşısını almaq üçün səddin inşası aid deyil, ona görə götürməliyik. Xan sülaləsinin ilk dəfə ölkəni vahid dövlətdə birləşdirməsi, ilk dəfə Sün sülaləsi vahid dövlətdə birləşdirib, yəni aid olmayanlara götürürüksə 3, 4, 5 aid deyil. 36-cı sual. Xan sülaləsinə aid olanları müəyyənləşdirin deyir. Bu səfər isə aid olanları götürəcəyik. Kəndlilərlə qulların üsyanlarının 34-də, yəni harda 36-da. Xan sülaləsinə aid olanlar. Eradan əvvəl 3-cü əsrin ikinci yarısında hakimiyyətə gəlməsi, eradan əvvəl 206 doğrudur. Çində ilk dəfə dəmir emalına başlanması yanlışdır. Çindən Şimali Afrika və İspaniyaya qədər ticarət yollarının uzanması. Yəni Böyük İpək yolu ilə Şimali Afrika və İspaniyaya qədər uzana bilirdilər. Ona görə 1-3. Ölkədə qul və kəndi üsyanlarının baş verməsi. Sarı-sarıqlılar və qırmızı qaşlar üsyanı misal ola bilər. 1-3-4. Çinin inzibati baxımdan ilk dəfə vilayətlərə bölünməsi isə Sün sülaləsi dövründə həyata keçmişdir. Deməli, 37. Çin tarixinə aid uyğunluğu müəyyən edin deyir. 37-ci sualda. Dəmir emalı təsərrüfatın inkişafı ilə nəticələndi. Bu doğrudur. Çin Şuandünün tədbirləri ölkənin vilayətlərə bölünməsi. Bəli, 36 vilayətə böldü. 1-2, 37-də. Qədim Hun dövlətinə aid uyğunluğu müəyyən edin. Mete Xaqanın tədbirləri güclü ordunun yaranması. Doğrudur. Teoman Tanhu'nun qələbələri Pinçin müqaviləsinin imzalanması. Pinçin müqaviləsini Mete Xan imzalayır, Teoman Tanhu yox. Mete Xaqanın Çinə hücumu, Böyük Çin səthinin inşa edilməsinə başlanması. Mete Xaqan eradan əvvəl 209-cu ildə gəlir hakimiyyət başına, amma Böyük Çin səthi onun hakimiyyətə gəlməsindən 5 il əvvəl inşa olunmağa başlayıb, eradan əvvəl 214-cü ildə. Ona görə bu da yanlışdır. Qalır 4-cü variantımız daxili çəkişmələrin baş verməsi, dövlətin parçalanması. Bəli, 1 və 4 doğru variant olaraq götürürük. 39 səbəb-nəticə əlaqələrinin düzgün verildiyi bənd. Çin padişahlığının digər dövlətlərlə mübarizədə qalib gəlməsi, mərkəzləşdirilmiş idarə sisteminin yaradılması doğrudur. Makedoniya qoşunlarının hücumu, Böyük Hun dövlətinin iki hissəyə parçalanması. Xeyr, əlaqəsi belə yoxdur. Makedoniya artıq o dövrdə süqut eləmişdi. Pinçin müqaviləsinin imzalanması, Xan sülaləsinin hökmdarlarının Hunlara xərac vermək öhdəsinə götürməsi. Bu da doğrudur. 1-3. 40. Üzr istəyirəm, kamera. Deməli, Çində Çin sülaləsindən fərqli olaraq Xan sülaləsinin hakimiyyəti dövründə mərkəzləşdirilmiş dövlət idarəetmə sistemi yaradıldı. Bu fərqli bir xüsusiyyət deyil. Vahid pul sistemi tətbiq edildi. Bu Çinə aiddir. Qərbi Hun dövləti süquta uğradıldı. Doğrudur. Kore Vyetnamın bəzi vilayətlərə tabe edildi. Doğrudur. Konfütsiya təlimi mövcud idi. Bu da doğrudur. 40-da 3, 4, bir dəqiqə. Çindən fərqli olaraq Xan sülaləsi, yox, hər ikisində Konfütsiya təlimi mövcud idi. Çin Konfütsiya təliminə qarşı mübarizə aparırdı. Xan isə təbliğ edirdi bu təlimi. Ona görə 40-da 3, 4 olacaq. 41.
Eyni əsrdə yaranmışdır deyir. İskit padşahlığı eradan əvvəl 7-ci əsr, Böyük Hun İmperatorluğu eradan əvvəl 3-cü əsr, Sin padşahlığı eradan əvvəl 3-cü əsr, bunlar ikisi, Əhəməni dövləti eradan əvvəl 6-cı əsr, Manna dövləti eradan əvvəl 11-ci əsr. 2-4-ü götürürük. Eradan əvvəl 3-cü əsrdə hər ikisi. Deməli, qədim Çin tarixinin eradan əvvəl 3-cü əsrin ikinci yarısına aiddir deyir 42-ci sualda. Xan sülaləsinin devrilməsi eradan əvvəl 3-cü əsrin, bizim eranın 3-cü əsridir, götürmürük. İnzibati islahatların keçirilməsi, bəli, Şixuan tərəfindən. Çindən gələn ticarət yollarının dünya ticarət yollarına qoşulması eradan əvvəl 2-ci əsrdir, götürmürük. Yoxsulların üsyanı 1-ci, 2-ci əsrlərdir, götürmürük. Müstəqil quldar dövlətlərin ləğvi, bu doğrudur, eradan əvvəl 3-cü əsr. Deməli, 2 və 5-i götürürük 42-də, bəli. 43. Qədim Çin tarixinə aid səbəb-nəticə əlaqələrinin doğru verildiyi cavabı istəyir bizdən. Bu kameramın 2 dəqiqə. Qədim Çin tarixinə aid səbəb-nəticə əlaqələrinin doğru verildiyi. Böyük Çin səthinin tikilməyə başlanması, Hunların Çinə hücumlarına son qoyulması. Belə bir şey yoxdur. Feodal zülmün getdikcə artması, qırmızıqaşlar üsyanının baş verməsi. Yəni qırmızıqaşlar üsyanı 2-ci əsrdə baş verir və feodalizm daha bərqərar olmamışdı həmin vaxt. Xan sülaləsinin hakimiyyəti dövründə kəndlilərin və qulların ağır vəziyyəti, sarısaqlıqlar üsyanının baş verməsi, bu doğrudur. Vahid dövlətin yaradılması, vuruşan padşahlıqlar dövrünün başlaması. Belə bir şey yoxdur tarixdə. Sin sülaləsinin hakimiyyətə gəlməsi, bütün ölkə üçün vahid ölçü çəki pul sisteminin tətbiqi. Bunu bayaqda bir neçə dəfə təşkil eləmişik, ona görə 3-5 doğrudur. Doğru hadisə və nəticə əlaqələrini müəyyən edin. Hakimiyyət uğrunda mübarizə baş verdi. Böyük Hun imperiyası 2 hissəyə parçalandı. Bu doğrudur. Hunlar Pinsen şəhəri yaxınlığında Çin ordusunu mühasirəyə aldı. Sin sülaləsi Hunlara vergi ödəməyə məcbur oldu. Sin yox, Xan sülaləsi vergi verəcək. Ona görə bunu götürmürük. Mete Tanhu işğallara başlayır. Monqol və Tibet tayfaları tabe edilir. Bu da doğrudur. Teymon Çin üzərində fasiləsiz hücumlar edir. Xan sülaləsi Böyük Çin səthinin inşasına başladı. Xeyr. Ümumiyyətlə Teymon bu qədər fəaliyyət göstərməyib tarixdə. Ona görə 1-3 doğru variantdır. Uyğunluq gözlənilib. Keçdiyi qapalı suallara, açıq suallara. Mən hər dəfə niyə hər vəcindən qapalı sual deyirəm bu açıq suallara, bilmirəm. Uyğunluq gözlənilmişdir deyir. Çin Şixuandinin işğalları Çinin dünya ticarət yollarına çıxış əldə etməsi. Xeyr, aid deyil. Ümumiyyətlə dünya ticarətinə çıxış Çin sülaləsi dövründə olmayıb. Sarqonun Şumer şəhər dövləti üzərində qələbəsi, dünya tarixinin ilk imperiyasının yaranması. Bəli, eradan əvvəl 24-cü əsr. Sarısaqlılar üsyanı, Çində padşah hakimiyyəti və quldarların hökmranlığı zəifləyir. Bəli, bu da doğrudur. Kiaksarın işğalçı yürüşləri, Əhəmənilər dövlətinə son qoyulması, aidiyyəti yoxdur. Hun hökmdarı Mete Xaqanın Çinə yürüyüş etməsi, Böyük Çin səthinin inşasına başlanması. Bu da yanlışdır. Düzgün olacaq 45-də 2 və 3. 46. Baxaq 46-ya. Eramızdan əvvəl 2-ci, 1-ci əsrlərdə Çin hökmdarları Hunların qələbəsi ilə barışmaq istəmir, onların qarşı aşağıdakı siyasəti tətbiq edirdilər. Vergidən boyun qaçırmaq, Hunların döyüş taktikasını öyrənmək, nikah diplomatiyasından istifadə, Hunlar arasında davət salmaq. Verilən siyasətin nəticəsində Çin dövləti nəyə nail ola bilərdi? Hunlar arasında feodal pərakəndəlik yaratmağa. Ümumiyyətlə Hunlar eradan əvvəlki dövrdə, istər Hunlar olsun, istər qeyri dövlətlər, feodal sözünü gördüksə yanlış olaraq götürün. Çünki feodalizm bizim eramızda yaranır. Hunları daxildən parçalanmağa və Hun dövlətinin zəiflədilməsinə çalışırdılar. 2-4 olacaq. Eradan əvvəl 1-ci minilliyin ortalarında Çində quldar dövlətlər mövcud idi. Onlar Çinin birləşdirilməsi uğrunda bir-biri ilə amansız müharibə aparırdılar. Uzun sürən bu mübarizədə Sin sülaləsi qələbə qazandı. 1-ci Sin imperatoru öz hakimiyyətini bütün Çin ərazisinə yaymağa başladı. Verilənlərə əsasən qədim Çin dövrün xüsusiyyətləri. Eradan əvvəl 4-3-cü əsrlərdə əhatə elədiyinə görə vuruşan padşahlıqlar dövrünün mövcud olması 1 və vahid dövlətdə birləşdirilməsi eradan əvvəl 3-cü əsr 4.
1-4 olacaq. Keçdik xronoloji ardıcıllığa. 48. Böyük Hun dövlətinin şərq və qərb Hunlarına parçalanması eradan əvvəl 58, Böyük Çin səthinin tikilməyə başlanması eradan əvvəl 214, Çin ərazisində Xan sülaləsinin hakimiyyətə gəlməsi eradan əvvəl 206. 2, 3, 1. 49. Xronoloji ardıcıllığı müəyyən edin deyir. Roma qoşunlarının Fraspa yaxınlığındakı döyüşdə məğlubiyyəti eradan əvvəl 36. Kuti üzr istəyirəm. Kuti dövlət qurumunun yaranması eradan əvvəl 3-cü minilliyin birinci yarısı. Çində vuruşan padişahlıqlar dövrünün başlaması eradan əvvəl 4-cü əsr. Manna dövlətinin yaranması eradan əvvəl 9-cu əsr. 49-dakı xronoloji ardıcıllıq 2, 4, 3, 1 olur. 50. Xronoloji ardıcıllıq müəyyən edin. Maqneziya döyüşünün baş verməsi eradan əvvəl 190. Mannada mərkəzləşdirilmiş dövlətin yaranması. İran Hununun hakimiyyəti dövrüdür. Eradan əvvəl 8-ci əsr. Qədim Hindistanda vahid dövlətin yaranması eradan əvvəl 3-cü əsr Ashoka tərəfindən. Çində qırmızı qaşlılar üsyanının baş verməsi eramızın 1-ci əsridir. Ona görə xronoloji ardıcıllıq 2, 3, 1, 4 olaraq gedir. 51. Çində erkən sivilizasiyanın yaranması eradan əvvəl 3-cü minilliyi götürək. Çin torpaqlarının ilk dəfə vahid dövlətdə birləşməsi eradan əvvəl 221 dayı. Böyük İpək yolunun salınmasına başlanması eradan əvvəl 2-ci əsr. Qırmızı qaşlar üsyanı eramızın 1-ci əsri. Ardıcıllıq 1, 2, 3, 4 olur. Eradan əvvəl 3-cü minillik, eradan əvvəl 3-cü əsr, eradan əvvəl 2-ci əsr, bizim eranın 1-ci əsri. Deməli, üsyanların xronoloji ardıcıllığı. Sarı-sarıqlılar 184-cü il, qırmızı qaşlılar 1-ci əsr, İranzuya qarşı Durduqa şəhərində üsyan eradan əvvəl 719. 52-də olacaq 3, 2, 1. Bu da xronoloji ardıcıllıqdır. Qırmızı qaşlar üsyanı 1-ci əsr, Makedoniyalı İskəndərin Hindistana yürüşü eradan əvvəl 4-cü əsr, Akkad imperiyasının süqutu eradan əvvəl 24-cü əsr, Sarı-sarıqlar üsyanı isə eramızın 2-ci əsri. Deməli 3, 2, 1, 4 olacaq düzgün cavab. Gəldik uyğunlaşdırmaya. Mete Tanhu, Teoman Tanhu, Sinşuxa Andi müqayisə eləyəcək. Pençe müqaviləsinin bağlanması Mete Tanhu. Tibet tayfalarının tabe edilməsi Mete Tanhu. Ölkə ərazisinin 36 vilayətə bölünməsi Sinşuxa Andi. Mərkəzi Asiyada yeni dövlətin yaradılması Teoman Tanhu. Koreyanın işğalı isə Xan sülaləsinə aiddir. Ona görə 1AB, 2D, 3C olacaq. Bugünlük bu qədər. Növbəti dərsdə Hindistan suallarını izah eləyərəm. Kanala abunə olub videonu bəyənin, yaxınlarınızla paylaşın və fikrinizi şərh bölməsində qeyd edərsiniz.